Hər vaxtınız xeyirli olsun. Masazırda bax belə bir 3 sot torpaq sahəsində belə bir gözəl bir hündür kürsülü 4 otaqlı həyət evi satışdadır. Bu evin üst görünüşü, göründüyü kimi də evin üstü də çox gözəl kavancık daşlarla bəzətilibdir. Kürsülüdür, geniş bir zirzəmisi var evin alt tərəfində, hər iki tərəfində belə bir geniş zirzəmisi. Bax belə bir genişlikdə də həyəti qalıbdır ki, ağac güləşmək üçün də yer saxlanılıb. Evin yaxınlığında yeni Bakı yaşayış kompleksi yerləşir, məktəb yerləşir, bağça, uşaq bağçası yerləşir, idman kompleksləri yerləşir. Tam yaşayış üçün yararlı, şəraitli bir yerdir. Gördüyünüz kimi də çılçıraqlar da asılıbdır. Burada isə ilk öncə bu evin alt hissəsini göstərim ki, burada da gələcəkdə istifadə etmək olar. Oradan da yan tərəfə keçmək mümkündür. Digər hissə isə bax buradır ki, burada da evin bax bu yan digər tərəfi alt hissəsi, zirzəmi hissəsidir ki, gələcəkdə də buradan istifadə etmək mümkündür. Onu da qeyd edim ki, zirzəminin hündürlüyü 2 metrdir. Yəni yay mətbəxi kimi də istifadə etmək olar. Və evə daxil olduqda belə bir geniş dəhlizi, dəhlizdə göründüyü kimi bax belə bir güzgülər də qoyulubdur. Döşəməsi istipoldur. Baş tərəfdə hamam otağı yerləşir. Belə bir dəhlizi. Və burada isə belə bir geniş zal otağı yerləşir ki, çox gözəl zövqlə təmir olunubdur. Döşəmə laminatdır. Kondisioner üçün işıq xətti çəkilibdir. Bir bu otaq da çəkilib. Bir də qapıdan girişdə də kondisioner üçün işıq xətti çəkilibdir. Televizor üçün də TV xətti çəkilib. Tam təmirli vəziyyətdə, çox gözəl, səliqəli bir iş görülübdür. Burada artıq yataq otağı. Belə bir yataq otağı. Yataq otağında da TV üçün işıq xətti çəkilibdir. Burada hamam otağı yerləşir, metlaq kafelli. Aksessuarlar alıcı və səs arası razılaşma yolu ilə qoyula bilər. Onu da qeyd edim ki, evin də sənədləri tam qaydasındadır. Bura isə digər bir yataq otağı. Otaqlar genişdir, pəncərələrin qarşısı kəsilməyib. İsitmə sistemi, kombi sistemidir. Bura isə 4-cü bir otaq. 3-cü yataq otağı, ümumi 4-cü bir otağı. Və sonuncu göstərəcəyim yer isə mətbəxi. Geniş bir mətbəxi var. Qeyd etdiyim kimi sənəd tam qaydasındadır. İpoteka ilə də bu evi asanlıqla əldə etmək olar. Evin başlanğıc qiyməti 137 min manat deyilir. Real alıcıya endirim olunacaqdır.